Salam əziz izləyicilərimiz və Fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında PlayStation Store endirimləri ilə qarşınızdayım dostlar. PlayStation Store-da hansı oyunlar endirimə düşüb və bu kanalda bildiyiniz kimi PlayStation oynayan istifadəçilərimiz və izləyicilərimiz var. PlayStation Store-da əsas endirimə düşmüş oyunları sizlər üçün seçmişəm dostlar. Çox uzatmadan keçək komenterimizə və PlayStation səhifəsinə. Dostlar, deməli keçdik PlayStation səhifəsinə. Təbii ki, mən bu endirimlərə PlayStation Türkiyə səhifəsindən baxıram və burada gördüyünüz kimi PlayStation Türkiyə səhifəsi. Siz fərqli regionlardan baxa bilərsiniz. Bu şəkildə 75% endirim başlıqda belə endirim gəlib. Yəni 75% endirim başlığında PlayStation Store endirimləri gəlib. Əsas oyunları göstərəcəm sizlərə. Təbii ki, burada 1000-dən çox endirimə düşmüş oyunlar var və əsas gözlənilən oyunlar və əsas endirimi yaxşı olan oyunları sizlər üçün seçmişəm. İlk sıramızda təbii ki FC 26 var, yeni adıyla FC 26, yəni ki FIFA 26 köhnə adıyla. Həm PlayStation 4, həm PlayStation 5 üçündür. Bu TOTI versiyasıdır. Bu təzə gəlib, qeyd edeyim ki, bunu yəni FIFA-dan heç bir fərqi yoxdur. Sadəcə onlayn oynayanlar üçün əlavə pəklər var. Yəni bu daha üstün versiyasıdır deyə bilərəm. FC 26 bu şəkildə 70% endirmə düşüb, həqiqətən yaxşı qiymətə düşüb dostlar. Yəni ki, normalda da bu oyun onsuz da bahadır. Ultimate versiyasındasa mən şəxsi fikrimdir, FC 26-nın TOTI versiyasıdır. Mən şəxsən bunu alardım. Həm PlayStation 4 üçün, həm də PlayStation 5 dəstəyi var. Bu şəkildə. Burada GTA 5 gəlir. GTA 5-in qiyməti endirimə düşə-düşə də bahadır dostlar. Yəni bu əslində GTA 5 standart hər dəfə endirimə düşür. Sadəcə bu iki tərəfli versiyasıdır. Almaq istəyənlər həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir. Bu şəkildə 67% endirimdədir. Yenə də bahadır, amma yəni endirim gözləyənlər üçün yaxşı fürsətdir. Burada RDR 2 Ultimate versiyası. Məhz niyə Ultimate versiyasını mən deyirəm? Bunun bir standart versiyası var, bir də Ultimate versiyası var dostlar. Aralarında çox qiymət fərqi yoxdur. Alırsınızsa, yəni bunun Ultimate versiyasını almaq daha məsləhətdir. Bu şəkildə 80% endirimdədir. Yəni o düzdür, endirimli qiyməti də yəni bahadır, amma yəni RDR-nin qiyməti onsuz da baha idi dostlar. Yəni 2 qat qaldırmışdılar. Oyun PlayStation 4 üçündür, amma PlayStation 5-də də alıb oynayanlar var, yəni yüksək dərəcədə qrafikası var. Növbəti siyahımızda olan oyunlardan biri də UFC 5 Deluxe versiyası. UFC-nin qiymətinə bu aralar tez-tez endirim gəlir, yəni sırasıyla həm standart, həm Deluxe, həm də Ultimate versiyasına. Yəni UFC 5 oynayanlarsınızsa, həm yeni oyun axtarırsınızsa, UFC-nin yeni çıxmışını axtarırsınızsa PlayStation 5-də super qiymətə düşüb, həqiqətən super qiymətə düşüb. 85% endirmə düşüb. Köhnə qiyməti onsuz da çox baha idi. Yəni bu qiymətə bu UFC 5-ə pul verməyin dəymir. Yəni 85% endirmə düşüb. Qeyd edeyim ki, oyun PlayStation 5 üçündür. PlayStation 4 dəstəkləmir. Yəni PlayStation 4 istifadəçisi ancaq UFC 4 alıb oynaya bilər. Ondakı UFC 4-ün Deluxe versiyası var. Onu alsız daha ucuza başa gəlir. Siyahımızda olan növbəti oyunlardan biri də Mortal Kombat seriyasıdır. Mortal Kombat oynayanlar çoxdur. Həddən artıq həqiqətən bu oyunu sevənlər. Mortal Kombat 11 Ultimate versiyası dostlar 90% endirimə düşüb. Həqiqətən ən bəyəndiyim endirimlərdən biri bugün bu oldu. Yəni ki, təzə düşmüş endirimlərdən. Çünki Mortal Kombat 11 Ultimate paketi karakterləri açıq olan oyundur. Yəni ki, normalda bunun bir standart versiyası var, bir də ki Ultimate versiyası var. Yəni ki, bu oyunu alırsınızsa Ultimate versiyasını almağı tövsiyə edirəm. Həqiqətən bu qiymətə demək olar ki, pulsuzdur dostlar. Oyun həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir. Yəni ki, bunu hər iki tərəfdə konsolda da oynaya bilərsiniz. Bu şəkildə 90% endirimdədir. Bir digər endirimimiz isə Call of Duty Modern Warfare 2 Cross Band paketi, yəni ki bu nə deməkdir? Cross Gen Bundle paketi, yəni həm PlayStation 4, həm PlayStation 5 iki tərəfli oyundur. Bu oyunda yəni oynayanlar çoxdur deyənə mən də siyahıma bunu əlavə edirəm. Düzdür, bunun endirimli vəziyyəti də yenə biraz bahadır, amma yəni endirim gözləyən dostlar varsa aranızda 60% endirimə düşübdür. Bu oyunu əldə edə bilər. Amma məncə biraz gözləməyin dəyər, amma bu qiymətdən aşağı qiymətə düşməyib dostlar. Qeyd edeyim ki, yəni normalda endirimə düşmüş qiymətdə şəxsi fikrimcə mənə yenə bahadır, amma 60% endirimə düşür. Hızda endirimdə olan oyunlarından biri də çox adam bu oyunu bilmir, bəlkə də oyunu oynamır. Crysis Remastered Trilogy paketi. Trilogy paketi olmağına görə seçdim məhz bunu. Əslində Crysis paketinin çox Crysis oyununu mən endirimə düşəndə göstərmirəm, amma Trilogy paketi olanda göstərməyə lazımdır.
Çünki Crysis Remastered Trilogy nə deməkdir? Yəni ki, siz bu paketi aldıqda Crysis'in 3 seriyasını birdən almış olursunuz. Yəni ki, 75% endirimlə həm Crysis 1, həm Crysis 2, həm də Crysis 3 almış olursunuz. Yəni bunu ayrı-ayrılıqda alsaz daha baha başa gəlir, amma bir dəfə ödəniş edirsiniz, Crysis'in 3 dənə seriyasını birdən almış olursunuz. Qeyd edeyim ki, oyun PlayStation 4 üçündür. PlayStation 5-də də alıb oynayanlar var, oynaya bilərsiniz. Təbii ki, PlayStation 5 üçün upgrade olunmayıb, amma 75% endirimdədir. Bu şəkildə köhnə qiymətinə 75% endirimə düşüb. Növbəti siyahıda olan oyunlardan biri də Ghost of Tsushima oyunudur. Bu oyunun düzdür yeni çıxan da var. Ghost of Yotei idi adı. O çox bahadır qiyməti həqiqətən. Ucuz bir şey axtaranlar, yəni ən azından heç olmasa bu oyunu biraz oynayıb yoxlamaq istəyənlər üçün yaxşı endirim gəlib. Bu PlayStation 4 versiyasıdır. Bunun PlayStation 5 versiyasında endirim gəlib. 58% endirimdədir. PlayStation 5 versiyasında qeyd edeyim ki, endirimdədir dostlar. Bu şəkildə gördüyünüz kimi iki tərəfli PlayStation 4 və PlayStation 5 versiyasında 50% endirimdədir. Növbəti siyahımızda bir oyun var. Əslində bunu çox adam bilmir. Yəni ki, Star Wars xoşlayan adamlar bunu çox vaxtı, yəni ki, bilmir dostlar, gedib tək-tək alır. Məhz bu Star Wars'ın Triple Bundle paketidir. Bu nə deməkdir? Üçlü paket. Həmişə mən bu üçlü paket oyunlarını bəyənirəm. Çünki yəni bir var tək-tək sifariş verəsiniz, bir var ki, üçlü şəkildə sifariş verəsiniz. Yəni qiymət də çox ucuzdur. 75% endirimə düşüb. Qeyd edim ki, həm də PlayStation 4, PlayStation 5 üçün dəstəkləyir. İçərisində də olmayan oyun yoxdur. Baxın, 3 dənə Star Wars seriyası gəlir. Həm Star Wars Battlefront 2 seriyası, həm Star Wars 7 seriyası, burada üstdəki Star Wars'ın ayrı bir seriyası var. Baxın, Star Wars bu versiyası var. Dostlar, 3 seriyasına birdən bu qiymətə 75% endirimdən əldə eləmiş olursunuz. Növbəti siyahımızda Call of Duty seriyası var. Təəssüflər olsun ki, Call of Duty-nin sırf PlayStation 4 versiyası endirimə düşüb. Bunun PlayStation 4 və 5 versiyası var dostlar. Yəni ki, bunun sırf PlayStation 4 versiyası. PlayStation 4-də Call of Duty axtaranlar, yəni yeni şəkildə çıxmış Call of Duty axtaran, yan-yana oynamaq istəyənlər bu oyunu əldə edə bilər. Yəni mənim şəxsi fikrimcə yaxşı qiymətədir. Onsuz düzdür, köhnə qiyməti o qədər çox baha deyil, amma 60% yenə endirimə düşüb. Yəni yarı-yarıya demək olar endirimdədir, yarı-yarıdan aşağıdır. Endirimdədir dostlar, bu şəkildə. Oyun həm PlayStation 4 dəstəkləyir. Qeyd edim ki, PlayStation 5 versiyası da var, əldə edə bilərsiniz, amma endirimi yoxdur. Yəni də köhnə qiyməti çox baha deyil. Yəni oyun yan-yana da oynanılır, həm də ki, qrafikası çox yaxşıdır. Mənim fikrimcə bu şəkildə hekayə modda var. Əlavə etdiyimiz bir oyun da Metro Redux seriyasıdır. Bunun təəssüf ki, üçlü seriyası var. O endirimə düşəndə alsaydınız daha yaxşı olardı, amma tək-tək də almaq sərf eləyir. Bu şəkildə PlayStation 4 üçün də qeyd edeyim ki, 85% endirimə düşüb. Həqiqətən 85%, 90%, 70% bu aralıqlarda endirimlər yəni çox fərq eləyir dostlar. Ona görə bu oyunları sizlərə önərirəm. Yəni təbii ki, şəxsi fikirlərimi deyirəm. Bu şəkildə 85% endirimdədir. Oyun PlayStation 4 üçün də qeyd edeyim ki, növbəti siyahımızdakı oyun Tomb Raider seriyasıdır. Bu Tomb Raider həqiqətən çox yaxşıdır. PlayStation 4-də qəşəng hekayəsi var. Şəxsən oynayıb yoxlamışam. Yəni ki, bunu alıb yoxlaya bilərsiniz. Qiymət də çox ucuza düşüb, yəni 85% endirimdədir. Qeyd edim ki, oyun PlayStation 4 üçündür dostlar. Yəni ki, PlayStation 5-də də alıb yoxlaya bilərsiniz, amma yəni ki, sırf PlayStation 4 üçündür. Bu şəkildə 85% endirimə düşür. Siyahımıza bir də əlavə etdiyimiz oyunlardan biri də, bu da çox satılan bir oyunlardan biridir. Watch Dogs 2 seriyası. Oyun 90% endirimə düşüb. Oyun PlayStation 4 üçündür. Yəni ki, köhnə qiyməti absurd qiymətə satılırdı. Həqiqətən 1749 TL buna yəni ki, heç kim verməz. Yəni 90% endirimdədir. Qeyd edeyim ki, yəni ki, Watch Dogs 2 almaq istəyənlər də bu endirimdən faydalana bilər. Növbəti siyahımızda olan oyun Tomb Raider Definitive Edition seriyası. Bu şəkildə 85% endirimə düşüb. Həqiqətən bu qiymətə oyun olmur dostlar. Həqiqətən çox ucuza düşüb. Yəni belə oyunlar sevirsinizsə, məncə alıb yoxlamaq olar. PlayStation 4 versiyasıdır. Yəni reytingi də olduqca yüksəkdir. Tomb Raider seriyası bunu bilməyən yoxdur. Bu şəkildə 85% endirimdədir. Dostlar, əsas siyahıda olan oyunlarımız bu şəkildə idi. Burada əslində çox oyunlar var. Burada yəni ki, DLC bölməsinə daxil olub siz əsas oyunların hamısına baxa bilərsiniz. Burada Forza da var. Forza'nın qiyməti mənim üçün baha gəldiyi üçün göstərməmişəm. Yəni ki, oyunlar çoxdur. İstəsəz buradan bir-bir baxa bilərsiniz. Mən əsas oyunları sizlər üçün təqdim etdim.
Oyunları əldə etmək üçün qeyd edeyim ki, Instagram səhifələrimiz var. Yəni şəxsi profillərin açılması, Türkiyə hesabı yarada bilmirsinizsə, şəxsi adınıza açılması və oyunların ucuz qiymətə sizin şəxsi hesabınıza alınması xidməti üçün Instagram adresimizə yaza bilərsiniz. Bu videonun açıqlama bölməsində Instagram adresimizi əlavə etmişik. Təqdim etdiyi Fikirli kanalı.